Allah Teala bu insanın başqa həm camadatdan, həm nabadatdan, həm heyvanatdan hamısından seçib üstün qərar verməyi ki, Quran-ı Kərimdə deyir, başqa yerlərdə də deyir, ləqəd xələqnəl insanə fi əhsəni təqvim. Biz insanı gözəl formada yaratdıq. Yaxşı. İndi bu ayədə deyir ki, və ləqəd kərrəmmə bəni Adəm. Biz bəni Adəmi çox hörmətli yaratdıq. Əzizlədik onu. Qaldırdıq, çıxartdıq yuxarı. Bir yerdə Həl-Əta surəsində məsələn o təkəbbür edən insanlara deyir ki, Həl-Əta ələl insanı minəd-dəhr ləm yəkun şeyən məskura. Nə təkəbbür edirsən? Dünyadan gör neçə milyon il keçmişdi, heç yada düşmürdün. Ləm yəkun şeyən məskura, heç yada düşən bir şey deyirdi insan. Amma biz gəldik, gətirdik və kərrəmna və biz onu əzizlədik, hörmətli elədik. Nə ilə? Allah Teala o ayədə neçə dənə şey sayır. Onlardan da biri nədir? Və rəzəqnahum minət-təyyibat. Biz bəni Adəmi onda hörmət elədik, onda əzizlədik, onda üstün tutduq. Buna day ancaq təyyibat rozusunu, təyyibatdan, paklardan, təyyib sözünün mənasını bilirsiniz, pak, təyyib, xoşa gələn, insanın o içərisi ilə üst-üstə düşən, o bəzən insan o haram şeylərdən yiyir, elə özü də çox vaxt qəbul eləyir, düz eləmirəm. Amma o insan məzacını itirib də, mədəsi pozulub onun, iştahı pozulub. Əslində, şuurunda problem ələ gəlibdir, o mədəni ya da hamısının iştahı şuur idarə eləyir. Ona yalan məlumat verirlər də. Ona görə, amma Allah Teala deyir ki, təyyibatdan ruzu vermişik sizə. Bu təyyibatın hamısı sayda nələr var, odur. Amma onları ki, Allah qadağan eləyib, bunu yemə, bunu içmə, o insana yaraşmır. Donuz əti yemək insana Allah deyir, yaraşmır, ona görə haram eləmişim. Sənin şənində deyir, onun sənin layiqli yoxdur. Bir qonaq gəlir evə, görürsən süfrənin üstündə tez yığışdırırsan, təzə yemək gətirirsən, təzə süfrə gətirirsən. Niyə? Qonaq əzizdir, ona xüsusi ehtiram lazımdır. Allah insanı dünyaya qonaq gətirəndə ona xüsusi süfrə salıb. Və deyib ki, bu şeylər, çox şey var yeməli. Amma bunların sənə ləyaqəti yoxdur. Bunlar sənin şənində deyirsən, bunları ye. Yaxşı, din yeməyimizə belə baxır.